Züleyxa, bu bizim ilk YouTube videomuzdur və bu barədə nə demək istərdin? Elə ilk videomuz olduğu üçün özümü təqdim etməklə başlamaq istəyirəm. Mən Abbasova Züleyxa, Azərbaycanda psixologiyanı bitirdikdən sonra Avropaya köçmüş və burada yenidən təhsilini davam elətdirənlərdənəm. Eyni zamanda çoxdandan arzum var idi ki, YouTube kanalı açmaq və burada işlədiyim mövzuları bir daha gün üzünə çıxarmaq və hər bir insanın əslində müraciət forması keçmişlə əlaqəli olduğu üçün elə ilk başda keçmişə toxunmaq və keçmiş mövzusu haqqında danışmaq istərdim. Gəlin baxaq ki, əslində keçmiş adı altında biz nələr edirik? Keçmiş bizim üçün nə ifadə edir? Geridə qalmış və artıq özümüzlə gələcəyə aparmadığımız bir şeylər əslində kəsb etməlidir. Əgər biz gələcəkdə xoş bir anımızda keçmişdə baş verən hadisələri xatırlayır, onlara üzülür və yaxud da onu hər daim gələcəyimizə daşıyır və bizi narahat edəcək həddə çatırıqsa, demək ki, artıq bu keçmişin problemi deyil. Əslində keçmişdə olan problemləri, travmaları və yaxud da yaşanmışlıqları qəbul etməməkdir. Deməli, biz buradakı əsas problemi kəşf etdik. Problemimiz yaşadığımız bir şeyləri qəbul etməməkdir. Və qəbul etmədikcə insan olaraq biz hər daim sadəcə günləri aşırdığımızı hiss eləyəcəyik. Və qəbul etmədiyimiz şeylər hər daim həyatımızın ən xoşbəxt günlərində, münasibətlərimizdə, övladlarımızla olan münasibətlərimizdə hər daim bizi narahat edəcək. Əslində insanlar özləri ilə baş-başa qaldıqda problemin keçmiş olmadığının fərqinə varırlar və özlərinə sual verirlər. Əgər bu şey həll olub bitibsə, mən niyə hələ də bunu fikirləşirəm? Mən niyə hələ də bunu xatırlayıram? Demək ki, mən hələ də bunu qəbul edə bilməmişəm. Düzdür, bəzən insanlar bunu sadəcə olaraq bir problem və yaxud da bir travma kimi qəbul edirlər. Ancaq bunun həqiqətən də bitiş deyil, qəbul olunma hekayəsi olduğunu anlaya bilmirlər sanki orada. Bəs nə üçün qəbullana bilmirik? Əslində qəbullanmamağın arxasında bir çox mövzular var. Gəlin baxaq. Düşünün bir insan ilk dəfə hər hansısa bir proyekt üçün çıxış edəcək. Və adam çıxış etdikdə onun ilk çıxışı uğursuz alınır. Bu zaman nə olacaq? Adam digər çıxışlarına hazırlandıqda və yaxud da hər hansısa bir dərsi danışmaq istədikdə avtomatik olaraq və artıq biz buna avtomatik inanclar deyirik, avtomatik olaraq insan o keçmişdə yaşadığı problemi gələcəyinə gətirəcək. Niyə? Çünki orada kiçik bir duyğunu özünə bağışlamır. Və biz orada baxmalıyıq ki, adam özünə hansı duyğuları bağışlamır. Orada bir utanc hissi keçirdiyi üçün o utancı özünə bağışlamır əslində. Və beləliklə də nə baş verdi? Adam özü ilə həm mübarizədə oldu, həm də özünə qarşı müqavimət göstərməyə başladı. Və müqavimət göstərdikcə hər daim adam səhnəyə çıxmaq istədikdə və yaxud da hər hansısa bir şey barədə böyük bir auditoriya qarşısında danışmaq lazım gəldikdə, adam hər daim özünə müqavimət göstərərək və mübarizə apararaq onu təkrar-təkrar xatırlatmağa çalışacaq. Ən əsas nüansa toxunacaq olursaq əgər, mən düşünürəm ki, burada əsas məqam parçalanma duyğusunu bilməkdir. Gəlin baxaq ki, bu necə işləyir. İlk əvvəl belə bir sualım var. Hadisələri ümumiyyətlə biz səncə nə ilə qəbul edirik? Yəqin ki, hisslərimizlə. Həm hisslərimizlə qəbul edirik, həm də zehnimiz və beynimizlə. Və bu zaman hər tam qəbul edə bilmədiyimiz bir proses bizdə ikiyə bölünür. Yəni parçalanır. Biz buna bəzən dissosiya da deyirik. Yəni necə parçalanır? Bunu həm beynimizlə işləyirik, yəni tam şəkildə qəbul edə bilmədiyimiz üçün həm beynimizə yükləyirik, həm də avtomatik olaraq biz bunu zehnimizə yükləyirik, yəni duyğularımıza. Bu zaman da nə baş verir? İstəmsizcə gəlin elə baxaq. Bir insan çıxdı, danışmağa başladı və danışdığı anda hər hansısa bir yerdə çaşdı. İnsanlar ona heç bir şey demədiyi halda artıq özü ilə, yəni beyni ilə duyğular arasında bir parçalanma getdi. Və bu anda istər-istəməz bir utanc duyğusu yarandı. Və avtomatik olaraq bu utancı qəbul etmədiyi üçün, hətta insanların ona qarşı heç bir düşünmədiyini qəbul etmədiyi üçün və özünü hər daim, yəni beynini yüklədiyi üçün, deməli burada biz həm tamlığı pozmuş oluruq, həm də artıq başımıza gələn bu problemi qəbul etməmiş oluruq. Və beləliklə də demək ki, bu cür yaşanmışlıqları biz keçmiş adı altında əslində gələcəyimizə yükləyib, bir növ gələcəkdə də rahat nəfəs almağa özümüzü qoymuruq. Züleyxa, tamlığa toxunduq, parçalanma duyğusuna toxunduq, keçmişi qəbul etməməyə toxunduq. Bəs nə üçün keçmişimizi təkrar-təkrar yaşamaq ehtiyacını duyuruq? Möhtəşəm bir sualdır və bu suala ilk belə cavab vermək istəyirəm ki, ümumiyyətlə beynimiz həll olunmamış hadisələri daha çox xatırlamağa meyl olur. Və buna Gestalt psixoloqu olan Zeigarnikin yanaşması ilə belə demək istərdim ki, Zeigarnik bir gün restoranda olarkən ofisiantlara diqqət edir. Oradakı ofisiantlar hesabı ödəyənləri deyil də
hesabı ödəməyənləri daha çox yadında saxlayır. Və beləliklə belə bir yanaşma ortaya çıxır ki, əslində biz insanlar ilə hamımız beynimizdə həll edə bilmədiyimizi həll etdiklərimizə nisbətdə daha çox xatırlayırıq. Və bu da həll edə bilmədiyimiz şeylər də əslində bizdə bir duyğunu oyadır. Təhlükədə olduğumuz duyğusunu. Və hər daim özümüzü təhlükədə və tetikdə hiss etdiyimiz üçün hər daim o yaşanmamış şeyləri, yəni həll edib tama çatdırmadığımız, yenə də tamlığa toxunuruq əslində. Həll edib tamlığa çatdırmadığımız hər bir problemi əslində gələcəyimizə ötürürük. Və ən sonda bunu qeyd etmək istərdim ki, bəli, zamanla əslində hər birimiz keçmişə ilişib qalırıq. O yaşadığımız duyğular, hisslər, bəzən çox dərin travmalar və unutmayın ki, əslində onların hər birinin həll olunma zamanı var. Və əgər bu dəqiqə bu video sizin qarşınıza çıxıbsa, deməli, keçmişi özünüzə bağışlamaq, qəbul etmək və gələcəyinizə fokuslanmağın tam da zamanıdır.